Hello everyone, hər kəsə salam, əziz altıncılar. Növbəti iş dəftərinin izahı ilə qarşınızdayıq. Bugünkü izahımız reading olacaq. Gəlin ilk öncə readingi oxuyaq və daha sonra tapşırıqları yerinə yetirərik. Why are stories so important? Niyə hekayələr bu qədər vacibdir? Stories expand our imaginations. Hekayələr təxəyyülümüzü genişləndirir. In stories we meet people we don't know. Hekayələrdə biz tanımadığımız insanlarla tanış oluruq. These people are often very different from us. Bu insanlar çox vaxt bizdən fərqli olurlar. Sometimes they are even fantastical. Bəzən onlar tamamilə fantastik olurlar. We go to other countries and we learn about new cultures and situations. Biz başqa ölkələrə gedirik və yeni mədəniyyətlər və vəziyyətlər haqqında məlumat əldə edirik. We can imagine lives and places that are different from ours. This expands our imaginations. Bizimkindən fərqli həyatları və yerləri təsvir edə bilərik. Bu təxəyyülümüzü genişləndirir. Teaches us how to be good. Bizə yaxşı olmağı öyrədir. Some stories teach us something. Bəzi hekayələr bizə bir şeylər öyrədir. Bir şey öyrədir. At the end of the story, the bad people suffer and the good people win. Hekayənin sonunda pis insanlar əzab çəkir, yaxşı insanlar isə qalib gəlir. These stories can inspire us. We learn how to treat other people well. Bu hekayələr bizi ruhlandıra bilər. Biz başqa insanlara We learn how to treat other people well. Biz başqa insanlara yaxşı davranmağı öyrənirik. Give us empathy. Some people say this is the most important thing about stories. Bəzi insanlar deyirlər ki, bu hekayələr haqqında ən vacib şeydir. Stories makes us experience other people's problems and we feel their emotions. Hekayələr bizə başqa insanların problemlərini yaşadır və biz onların emosiyalarını hiss edirik. We understand how the people feel and we understand why they do things. Biz başqa insanların nə hiss etdiyini başa düşürük və onların nə üçün bir şey etdiyini anlayırıq. Some people even say that children who read a lot of stories have more empathy. Bəzi insanlar hətta deyirlər ki, çoxlu hekayə oxuyan uşaqlar daha çox empatiyaya malik olurlar. They have better connections with other people. Onlar başqa insanlarla daha yaxşı əlaqələri olur. Onların da başqa insanlarla daha yaxşı əlaqələri olur. Are fun, əyləncəlidir. Finally, stories are fun. Nihayət, hekayələr əyləncəlidir. We read sometimes stories until the end of because we want to know what happens. Biz nə baş verdiyi bilmək istədiyimiz üçün hekayələri axıradək oxuyuruq və enjoy them və onlardan biz həzz alırıq. İndi qayıdırıq ən başa və bu suallara cavab axtarırıq ki, düzgün cavabımız nədir? What is this? An email, an article, and a story. A story deyildi. A story'dən danışılırdı. An email da deyildi. Düzgün cavabımız an article idi. Bir məqalə idi. Müəllif hesab edir ki, other things. Müəllif düşünür ki, stories are not important. Bu yanlışdır. Deyir ki, hekayələr vacib deyil. Stories are boring. Bu da yanlışdır. Deyir, hekayələr sıxıcıdır. Burada düzgün olacaq ikinci. We can learn from stories. Biz hekayələrdən öyrənə bilərik. Davam edirik. Read the text and write true or false next to statements. Deməli, bu fikirlərin true və ya false olduqlarını, doğru və ya yanlış olduqlarını nə edə bilərik? Tapa bilərik readingdən. Birincisini yazıblar, gəlin ikiyə baxaq. We often experience new things in stories. Biz yeni şeylər hekayələrdə tez-tez yeni şeylər yaşayırıq. Bu doğrudur, yəni true. Stories help us to be imaginative. Hekayələr təxəyyüllü olmağımıza kömək edir. Bu da doğrudur, true. Stories never teach us to be good people. Hekayələr bizə heç vaxt yaxşı insan olmağı öyrətmir. Bu yanlışdır, false'dur.
Stories help us understand other people's emotions. Hekayələr başqa insanların hisslərini başa düşməyimizə kömək edir. Bu da olacaq true. Complete the sentence with forms from the text. Deməli, buradakı boşluqları biz tekstdən tamamlamalıyıq. Birincisini yazıblar. İkincisində different cultures olacaqdır. In stories we can experience different cultures. Gəlin yazaq. Cultures. Daha sonra some stories can teach us how to treat. Aha. Children who read a lot of stories understand how other people feel. Necə hiss etdiyini, digər insanların necə hiss etdiyini öyrənirik. Daha doğrusu uşaqlar öyrənirlər. 5-də isə we read all of the story because we want to know what happens and at the end olacaq burada da. Yəni sonunda nə olduğunu bilmək üçün axıra qədər oxuyuruq. Davam edirik. Language in context. Past simple or regular verbs affirmative. Deməli, biz keçən dərslərin izahında demişdik, danışmışdıq past simple-dan, qaydalı və qaydasız feillərdən. Mən orada bir neçə qaydasız feili sizə yazmışdım. Burada isə regular verb-dən danışır. Qaydasız feil irregular verb-dür, qaydalı feil isə regular verb. Demişdik ki, qaydalı feillərin sonuna ed artırmaqla biz keçmiş zamanda həmin feili istifadə edə bilirik. Ona görə də gəlin indi artıraq və bu feilləri nə edək? Keçmiş zamanda istifadə edək. Bunlar çox sadədir. Sadəcə sonuna ed artırırsan. Tried, visited. Burada sual verə bilərsiniz ki, müəllimə, burada y var idi, amma düşdü i-yə yazsınız. Deməli, sonu əgər y ilə bitirsə və özündən əvvəl samit səs gəlirsə, o zaman y düşür, onun yerinə i əlavə olunur. Məsələn, tək hecalı sözsə stopped, bunun son samitləri qoşalaşır. Daha sonra sonu e ilə bitirsə, ona sadəcə d əlavə olunur, bir də ed əlavə olunmur. Bu şəkildə feillərin işlədikcə, yazdıqca siz də tanıyacaqsınız. Devam edirik. Write the correct form of each past simple verb. My little, baxın burada cry feili ağlamaq, bu dəqiqə yazdım try. Cry da onun bir forması. Y-dan əvvəl nə gəlib? Samit səs gəlib. Ona görə y getməlidir ixtisara. Cried olmalıdır. Yerinə i-ed yazılmalıdır. Last year stopped. Baxın dedim ki, əgər tək hecalı sözdürsə, onun son samiti qoşalaşmalıdır. Stopped. Played yox. Play sözündə y-dan əvvəl sait səs gəlir. Sait səs gələndə isə olduğu kimi qalır y. Elə id əlavə olunur. I planned. Burada da plan da n qoşalaşmalıdır. Asked. Asked belə olmalıdır. Deyilişdə t kimi səslənir, amma yazılışda asked yazılır. Biz heç bir zaman isə tələffüzdə asked deyə tələffüz etmirik. Asked deyirik. 3-ə baxırıq. Use of verbs in, deməli, mötərizədə olan feilləri düzgün şəkildə keçmiş zamanda istifadə etməliyik. Bircə dəqiqə. Decided, qərar vermək deməkdir. Decided. Qaydalı feillərdir. Sonuna ed əlavə olunur. Wanted. Helped. Looked. Listened. Planned. Remembered. Fried. Belə bu şəkildə tamamladıq. Complete the text with the words below. Aha. Deməli, burada bizə verilən feillərdən nə etməliyik? Biz
Bu boşluqlara yazmalıyıq uyğun gələni. Gəlin elədirsə yazaq. Burada elə mən yazdım sizin üçün. Burada baş hərfləri verilmişdi. Həmin baş hərflərindən də yola çıxaraq tapa bilərsiniz. Cümləni tərcümə edib də tapa bilərsiniz. Hər türlü burada yazılası feilləri yazıb tapa bilərsiniz. Devam edirik. Past simple of irregular verbs. Irregular verb bayaq dediyim kimi qaydasız feil deməkdir. Qaydasız. Qaydasız feillər demişdik ki, nə olur? Kökdən dəyişir. Yəni read, məsələn, burada deyəcəksiniz ki, read elə readdir, amma oxunuşu red olur. Qırmızı sözünün oxunuşu kimi red. Oxunuşunda fərq var. Amma digərləri isə kökdən dəyişir. Məsələn, have olur, had. Take olur, took. Go olur, went. Say olur, said. Write olur, wrote. See olur, saw. Do olur, did. Tell olur, told. Baxın bu şəkildə qaydasız feil olaraq dəyişirlər. Complete the sentences with the past simple from exercise 1. İlk öncə yazıblar. Birincisini gəlin biz də baxaq. When I was little, my parents me book every night. Book deyirsə deməli neynəmiş olar? Oxutmuş olarlar. Read olacaq. Daha doğrusu read. My friend Jared and I are homework together. Bu da olacaq did. Etdik daha doğrusu. Biz birlikdə məktəbdən sonra tapşırıqlarımızı etdik. Jared some books from her school library. Bu da read olar. 2 dənə read oldu, yoxsa mən səhv elədim. When I was, my parents read me about every night. Bəli, read me a book. We fish our lunch today. Baxaq, burada it var idi mi? We had olacaq. Hə, we had fish for lunch today. Yani lunchda fish yedik, balık yedik. I read a story about a cat from my English homework. I write olar bu. Wrote geçmişi. My English teacher, my story was said olar dedi ki, mənim müəllimim dedi ki, story'm çox yaxşıdır. My friend and I went to the cinema last weekend. We new action. Watch var idi mi burada? See. We saw a new action film. We saw da yazmalıyıq. Gördük yeni aksiyon filmi. Bu şəkildə tamamladık. Devam edirik. Past simple of irregular and regular verbs negativ. Negativ də yazmalıyıq. Deməli, uşaqlar, burada bir qayda var. Biz negativ formanı didlə qururuq. Necə ki, present simple-da biz negativi və sualı do doesla qururduq. Do və does ilə yadımızdadır yəqin ki, bu qayda. Do does'ın keçmişi olacaq did və biz do doesla qurmalı olduğumuz cümlələrin hamısını keçmişdə didlə quracaq. Bir dənə bunun yaxşı yönü var ki, yəni sizin üçün rahat yönü var ki, did bütün şəxslərdə işlənir. Do bilirsiniz ki, I, you, we də işlənirdi. Does işlənirdi he, she, it-də. Yəni belə bir ayrıcalıqları var idi. Amma did bütün şəxslərdə işlənir. Elə bir ayrıcalığı yoxdur şəxslər arasında. Amma sadəcə burada bir sizin baxmalı olduğunuz, nəzər yetirməli olduğunuz məqam var. Əgər cümlədə did varsa, cümlə keçmiş zamanda olduğunu göstərir zaten did olmağı. Əsas feilimiz indiki zamanda yazılmalıdır. Məsələn, baxın burada didn't get. Burada got yazılmayıb. Get'in keçmişi gotdur. Got up yazılmayıb. Əslində, məsələn, affirmative cümlə olsaydı belə olacaqdı ki, keçmişdə he got up when he heard his alarm. O alarmın səsini eşitdi və oyandı, ayağa qalxdı keçmişdə.
Amma bizdə inkarlıq bildirən söz, yəni burada didn't olduğuna görə, did özü keçmişdə olduğuna görə ikinci bir keçmişə deyir, yanımda mənim gərək yoxdur. Mənim deyir, əsas fe'lim olsun indiki zamanda. Ona görə sual cümlələrində və yaxud da inkar cümlələrində ümumiyyətlə didi gördünüzsə, həmən cümlədə fe'limiz olmalıdır indiki zamanda. Yəni didn't got olmaz. Did got olmaz və yaxud da did so olmaz. Did see olmalıdır. Sadəcə bir dənə bu məqama diqqət eləyək. Qalan çox rahat bir şəkildə siz əgər buna fikir versəniz, hər şeyi diqqətli bir şəkildə yaza biləcəksiniz. Aha, gəlin elə isə başlayaq burada boşluqları doldurmağa. Deməli, birinci deyir ki, vaxtında oyanmadı, alarmın səsini eşidəndə. So, belə ki, he didn't have. Baxın, gördünüz, have əslində had olmalıydı keçmişdə, amma biz didn't olduğuna görə have olduğu kimi saxladıq. Onun vaxtı olmadı duş üçün. After breakfast, he didn't put his gym clothes in school bag, so past simple negative, in the past negative. O zaman negatifdirsə bu da olacaq. Didn't put. So he mm, didn't play. Didn't play demirik. Ele didn't play basketball. His favorite thing on Wednesday. Normally he was good at math, but he didn't understand. Understand sözü uzun olduğuna göre onu özünüz yazarsınız. At lunchtime he didn't eat. Burada bizdə inkar istədiyinə görə hamısında inkar yazacağıq. Çünki deyir ki, complete with verbs in brackets in the past simple negative. Past simple negativdə yazmalıyıq. Daha sonra 4-də. Complete a sentence with the past simple verb in both. Use affirmative or negative. Həm təsdiqdə, həm inkarda işlətməliyik. Gəlin baxaq. We planned a picnic. Bizim piknik planımız vardı. Biz planlayırdıq piknik. But we bir dəqiqə. They wanted us. We planned a picnic, but we. Ah. Deməli, burada dostlar, əgər cümlədə but varsa, birinci tərəf təsdiqdədirsə, ikinci tərəf inkarda olmalıdır. Və hava da yağışlı idi, yəni islaq idi deyirsə, deməli, havanı neynəməyiblər, bəyənməyiblər. Didn't like. Didn't like the weather. Angie didn't take a lot of clothes on holiday. So she packed yaza bilərik here a small bag. Daha sonra I had a trip to the water park on my birthday. I ne olabilir? Didn't have a party. I had a trip to the water park on my birthday. My parents didn't want a car. Mənim valideynlərim maşın istəmirlər. They wanted belə yaza bilərik. Dog istəmirdilər. Yəni keçmişdə istəmədilər. They wanted a dog. Didn't tell me it was film this week. You told me, bu tərəfdə inkardırsa, bu tərəfdə təsdiq olacaq. Təsdiqdə isə biz feili keçmiş zamanda işlədə bilərik. You told me it was next week. The plane arrived half an hour early. The plane didn't arrive olacaq o zaman. Didn't arrive. Nico tried
tried to cook an easy recipe. He didn't try to make anything difficult. Bu şekilde tamamladık. Incredible journeys. Language reference. Past simple or regular and irregular verbs, questions and answers. Deməli, bayaq izah etdiyim qaydanın eynisidir burada. Sual cümlələrində did, inkar cümlələrində didn't-lə qurur keçmişdə və bütün şəxslərdə did işlənir. Sadəcə biz nə etməliyik, nəyə fikir verməliyik? Əgər cümləmizdə did varsa, bizim əsas feilimiz indiki zamanda olmalıdır. Yəni drove yaza bilmərik. Did you drove deyə bilmərik. Did you drive to the beach? Did he, she, it arrive? Did he arrived deyə bilmərik. Çünki dedik nəyə? Əgər did özü keçmişdədirsə, yəni keçmişdədir təbii ki, ikinci bir keçmişi yanında istəmir, deyir ki, mənə lazımdır indiki zaman. Ona görə keçmişdə biz sual və inkar cümlələrini quranda didin yanında indiki zamanda yazmalıyıq feili. Sual cümləsində didin yanında indiki zamanda yazmalıyıq feili. Cavabında isə inkardadırsa cavabımız no, didn't know, yes-də isə sadəcə did-lə veririk hər zaman olduğu kimi. Çox rahat qaydadır. Ümid edirəm ki, sizə bunu ötürə bildim. WH questions. Where bilirik harada, how necə, when nə vaxt deməkdir. Where did you get on the bus? At the station. How did she get there? She walked. When did they go home? At 9 o'clock. Aha. Could for ability in the past. Can'in keçmişi də could. Keçmişdə for ability bacarıqlar üçün istifadə olunur. I could ride a bike at that age. O yaşımda mən velosiped sürə bilirdim. I couldn't drive a car then. Maşını sürə bilmirdim, bacarmırdım. You could kick a ball when you were two. 2 yaşın olan, sən 2 yaşın olanda topa vura bilirdin. You couldn't speak English. Sən danışa bilmirdin. İngiliscə danışa bilmirdin. He, she, it could run fast. O sürətlə qaçırdı keçmişdə. Qaçıb, daha doğrusu, qaça bilib. We could take the bus to campsite. They could have dinner in a restaurant. Yenə sualın verəndə could özü modal feildir bu arada. Could sualın verəndə, yəni can modal olduğuna görə keçmişi də modal feildir. Öz sualını verə bilir. Could I walk that at that age? Could you ski? Could she it fit swim? Cavabında isə yenə hər zamanki kimi yes I could və yaxud da no I couldn't şəklində biz cavab verə bilərik. Bu da okeydirsə davam edirik. We use could and couldn't to talk about ability in the past. Biz could və couldn'tdan istifadə edirik keçmişdəki bacarıqlarımız haqqında, edə bildiklərimiz haqqında. Gəlin bu sözlərin transport sözlərinə baxaq. Airplane bilirik. Boat, qayıq, car, maşın, ferry, motorbike, Azərbaycancasını unuttum. Motosiklet, scooter, taksi, underground, metro, one, bunun da Azərbaycancasını unuttum. Yerüstü qatar, səhv etmirəmsə. Board an airplane, drive a car, get off the train. Gəlin ən yaxşısı mən bunların tərcümələrini yanlarında yazım. Bəli uşaqlar, mən bu sözlərin sizin üçün Azərbaycancası yazdım. Deməli, bir dənə burada qarışıqlıq var, bir dənə onu deyim. Board an airplane, təyyarəyə minmək. Drive a car, maşın sürmək. Get off the train, qatardan düşmək. Get on train isə qatara minmək deməkdir. Get on minmək, get off isə düşmək. Miss the bus, avtobusu qaçırmaq. Ride a bike, velosiped sürmək. Wait for the bus, avtobusu gözləmək deməkdir. Davam edirik. Vocabulary, find a transport words. Deməli, 8 dənə transport word tapmalıyıq. Gəlin baxaq, hələ tapa bilirikmi? Bəli uşaqlar, tapa bildiklərimi burada tapdım. Səhv eləmirəmsə, deməli 1, 2, 3, 4, 5, 6. Bununla birlikdə desəm 8-dən olmalıdır, amma mən birini tapa bilmədim. Onu da siz taparsınız.
Çox axtardım, amma nəysə gözümə dəymədi. Davam edək. Label image 1, 6 with the words below. Aha, demək burada verilən sözləri biz netməliyik şəkillərin altında yazmalıyıq. Birincisi skuter verilib, ikincisi görürük ki, qatardadır. Daha doğrusu, yəni metrodadır. Metro olacaq underground. Aha, sonra görürük motosikildə motorbike. Aha, motorbike'a çıxdıq. Underground'a çıxdıq. Ferry olacaq bu gəmi. Airplane olacaq təyyarə. Digəri də run. Bəli, yazdıq, bitirdik. Davam edirik. Put the letters in correct order to complete the sentences. Aha, buradakı sözləri düzgün şəkildə yazmalıyıq. Gəlin o zaman başlayaq. Bəli uşaqlar, burada mənə verilən bu feilləri düzgün yazılmayan feilləri düzgün şəkildə yazdım sizin üçün. Gəlirik 4-ə. 4-də də 1-dən 5-ə qədər olan sözləri A-dan Y-yə qədər düzgün şəkildə birləşdirməliyik. She drives a blue car. Get on the train, next train. I ride my bike to school. They boarded the airplane in New York. Belə uşaqlar, izahımızın sonuna gəldik. Növbəti izahlarda görüşənədək hələlik.